İstəkləri düzgün idarə eləməklə bəzi istəklər artır, bəziləri azalır. Onlar elə xam vəziyyətdə qalmamalıdır içində. Oturmuşsan desən ki, kaş Kərbəlaya gedərdim məsələn. Bir arzu ürəyində yarandı. Sonra demə, yeməyə nə var? Bunu demə. Bu istək ki, yarandı, bir yaxşı istək tapdığın içində, biraz dayan onun üzərində. Biraz o istəklə, necə deyim, səfa elə, zövq elə, eşq elə, biraz onun üzərində dayan. Doğrudan Kərbəla gözəldir, məsələn. Bu mərkəzləşmək var, təmərküzləşmək, istəyə diqqət ayırmaq, özü onu böyüdür, özü onu artırır. İstəklərimizə sadəcə diqqət edib onun üzərində fokuslanmaq bəzən o istəyi artırır. Üzərindən keçmək azaldır. Görürsən, bir dənə dünya istəyi gəlir, o qədər fokuslanırsan üzərində, bir dənə ev olardı, filan olardı, bir dənə də basen olardı, filan, yaşayır beynində, artıq beynində yaşayır o evdə. Düşündükcə də böyüyür o istək, böyüyür, həsrətə çevrilir. O evi, binanı, daşı, dəmiri vallah sənin üçün yaradıblar. Verməyəndə də məsləhət verdi, verəndə də məsləhət verdi. Yəni, əldə eləmək üçün çalış, səy elə, işlə, amma fokuslanma onun üzərində. Üzərində dayanmağa layiq olan şeylərin üzərində dayan ki, onları artırasan, böyüdəsən. Bəzən də bəzi istəkləri həyata keçirmək lazımdır ki, böyüsün. Məsələn, bir hal gəlib ki, Allaha, məsələn, nəsə Allahla bir mənəvi halın var, dur o halda 2 rükət namaz qıl. O 2 rükət namaz istəyə yem kimi olur, böyüdür onu, artırır. Əmələ keçirddə dayanma, məsələn, hal gəlmək bir qənimətdir. Bəzi şeylər qənimətdir. Bir müsbət istək ki, başladı, səndə təcəssüm oldu ki, ürəyim filan iş istəyir eləmək, onun üzərində dayan. Bu fürsətdir. Yapış saxla özündə, böyüd onu, artır. O barəsində düşünməklə, əmələ keçirməklə, xırda-xırda ona yem verməklə böyüd onu.